Başqalarının ərləri ilə bilirsiniz özlərini müqayisə edən nə qədər adam var. Bəli, Belə bəli. ailələrdə xəyanət mütləq çoxalır. Kişi var gücü ilə evi üçün, ailəsi üçün çalışır, amma qadını qane yetinə bilmir qadına. Ona görə qıraqda o kişiyə xırda bir diqqət göstərən qadından kişi yapışır. Bəli. Əl çəkmir, sevgini, qayğını, diqqəti o qadında tapır. Çünki o kişi o qadın o kişini olduğu kimi qəbul edir, olduğu kimi sevir. Amma qadınlarda bu çox böyük bir problemdir. Yəni filankəsin əri filan şey elədi, sən mənim üçün niyə eləmirsən? Filankəs əri ilə tutaq ki, həftənin 5 günü. Və bugünkü ildə çoxalıb cəmiyyətimizdə, çox təəssüf ki. Qudurğanlıqdır. Qadın bax o tip qadınlar quşbeyin qadınlardır, ağlı yoxdur. Yəni o bilirsiniz necə? Yəni hər gün gəzmək olar. Rahat həyat bəzi qadınlara batır. Uşağının problemini bilmirsən ki, uşağının təhsil xərcləri hardan gəlir. Bəli, bəli. Evimin dolanışığını bilmirsən ki, hardan gəlir. Kişi çöldə hansı əziyyətləri çəkib o pulu evə necə gətirir, onu bilmir. Əlbəttə ki, bu kişi nə zülmlə, əziyyət çəkir, gətirir ki, sənin kiməsə möhtaçlığın olmasın. Sən oturub fikirləşdiyinə ki, filankəsin ərinə bax, gör onun üçün nələr edir. Sən fikirləş ki, filankəsin arvadına bax, o da əri ilə bərabər gedir, əziyyət çəkir, zülm çəkir. Axşam da evə necə yorğun gəlirlər. Onunla belə də mehribançılıq.